Hər kəsə salam. Keçən dəfə biz orient məntiqindən danışdıq. Orada dedik ki, tərəflərdən heç olmasa biri şərt ödəyirsə, or məntiqinə əsasən datanı əldə eləyirik. Amma end məntiqində isə hər iki tərəf şərt ödəməlidir ki, biz məlumatı əldə edə bilək. Gəlin baxaq, əgər or və endi birlikdə istifadə eləsək, kodun oxunuşu necə həyata keçirilir? Datamıza baxırıq. Ümumi datamıza. İndi mən hər ikisini birlikdə istifadə etməyə çalışacağım. Insan.employees. Hardakı, məsəl üçün, first name bərabərdir. Jennifer. Onun salary bərabərdir. 2600. Ə, Kod işə salsaq, görürük ki, Jennifer başqa maaş alır, amma yenə də bu data gəlir. Çünki bir Jenniferləri götürüb, bir də ki, adı başqa olub, amma maaşı 2600 olanları. Əgər biz bura bir dənə and əlavə eləsək, koda baxaq. Bu zaman belə bir data alacağıq. Çünki kod belə işləyir ki, həm maaşı 2600, həm də job ID verilən job ID olanları birinci tapır, ondan sonra onu or məntiqi ilə Jennifer-ilə birləşdirir. Yəni əgər biz kodda həm or, həm and istifadə ediriksə, birinci and işləyir, yəni bu kod işləyir. Bunu mötərizə içində yazsaq, yenə eyni datanı qaytaracaq. Daha sonra isə buradan qayıdan data or məntiqi ilə digər ikinci şərtə bağlanır, bizə məlumat qaytaracaq. Bu belə. İndi baxaq in məntiqinə. In nə zaman istifadə olunur? In or məntiqi kimidir. Yəni eyni nəticəni qaytarırlar. Sadəcə yazışı olaraq oradan biraz qısadır. Ona görə istifadə olunur. From insan və employees. Hardakı, məsələn, salary in 2600, 4400, 10.000, 17.000. Əgər bunu belə yazsaq, baxaq kodumuza. Burada bir dənə order by yazaq ki, salarımızı görək. Order by salary discount məsəl üçün. İndi aydın oldu ki, 17.000-dən 2600 arası dataları bizə qaytardı. Yəni bu, əgər tutalım 4500 yoxdur, məsəl üçün mən 4500 yazsam, yoxdursa artıq keçir digər kodu oxumağa. Burada biz əldə eləmişik 11 dənə data. Əgər mən bunu orla yazısı olsam, çönlükdə employees, oradakı salary bərabər 2600, oruç salary bərabər 4400, oruç salary bərabər 10.000, oruç salary bərabər 17.000. Yəni də baxsaq görəcəyik ki, 14 dənə datanı, 11 dənə datanı bizə qaytardı. Yəni or məntiqi ilə in məntiqi eynidir, eyni datanı qaytarır. Sadəcə yazılış baxımından daha qısa olması baxımından in istifadə olunur ki, belə təkrar-təkrar or yazmağa ehtiyac olmasın. Bəlkə məsələn 10 dənə datada 10 dəfə or yazmaq, yəni o kodu oxunaqlılığı və kodun uzunluğu və s. Yaxşı hesab edilmir. Ona görə in məntiqindən istifadə edilir. Gəlin baxaq, bəs between and nədir? Between and bizə verilən aralıqda datanı bizə qaytarmaq üçün istifadə olunan bir əmrdir. Onu da and məntiqi kimi yadda saxlaya bilərik. Çünki between and əmrində hər iki tərəf verdiyimiz dataya daxildir. Yəni əgər o tərəfləri yazmışıqsa, o məlumatlar datada varsa, hər iki məlumatları bizə qaytarmış olacaq. Haradakı salary between, məsələn, 2100 and 10.000. Bir də order by salary'ın deskini yazaq ki, görək ki, hansı dataları bizə gətirmiş oldu.
Baxın, burada 10 mindən deməli 2100 arasında olan əmrləri bizə gətirdi. 5000 falan eləyək. 10 mindən 5000 arasında dataları bizə gətirmiş oldu. 5000 olmadığına görə 5000-dən sonra bizim maaşımız 5800-dür. Ona görə 5800-dən başladı. Yəni burada məsələn 10.000 var deyə 10.000 də bu dataya daxildir və gətirdi. Yəni bunu bir növ əndi məntiqi kimi yadda saxlamaq olar ki, hər iki tərəf bu hissəyə daxildir. Əgər yoxdursa, ondan sonrakı datanı bizə gətirir. Amma burada bir əmma var ki, geçen hafta employees hardaki salary between men and fishing order by salary scanning. Əgər mən 10.000 birinci 5.000 sonra yazsam, burada mən error alacağam. Yəni ki, bu oxunaqlıq barədə, yəni bu yazılış səhvdir. Deməli, bütün əndin yazılışı odur ki, birinci kiçik data ilə başlamalıdır. Necə? Yəni azdan çoxa doğru getməlidir. Sonra böyük data. Bizim bu 5000, 10.000, 5000-dən 10.000 arasında maaşlanan şəxslərimiz var. Amma əgər biz between əslində burada select səhv yazılır. Yəni bütün hallarda bu data qaytarmayacaq. Boşluq qaytaracaq. Yəni bizim datamız var idi, amma bizə gətirmədi. Yəni between əddə mütləqdir ki, birinci ə, kiçik data yazılsın, daha sonra isə əddən sonra isə son data yazılsın. Bu ardıcılığa riayət eləmək lazımdır. Bir də like-a baxaq. Like isə bizim cədvəldə bizə lazım olan dataları gətirmək üçündür. Məsələn, mən istəyirəm ki, ancaq S hərfi ilə adı olan şəxslərin adını gətirim. Yəni bütün məlumatlara baxmaq istəmirəm. Employees. Hardakı, o zaman yazıram ki, first name like dırnaq içində S-lə başlasın, böyük S. Və belə faiz işarəsi. S-lə başlayan bütün uzunluqda olan first name aldı. Yazılışda səhv var idi. S-lə başlayan bütün uzunluqda olan adları bizə gətirdi. Yəni buna fərqi yoxdur. 3 hərfli olsun, 4 hərfli, 5 hərfli. S-lə nə varsa bizə gətirdi. Faiz onu bildirir ki, yəni limit qoymur gələn datanın uzunluğuna. Yəni 5 hərflidirsə 5 hərfli gəlsin, 10 hərfli. Yəni S-lə başlayan nə varsa gətirsin. Faizdə hər hansı bir limit yoxdur. Əgər mən altdan xətt istifadə edəcəmsə, məsəl üçün 1, 2, 3 mütləq şəkildə e, ad olmalıdır 4 uzunluqda. Məsələn, bunu belə yazsam, run eləsəm, 4 hərfli nə varsa, məsələn, bir dənə ad var, 4 hərfli, onu gətirəcək. Və yaxud da 3 hərfli, mütləq şəkildə 3 hərfli olmalıdır. Yəni S-dən sonra 1, 2 dənə simvol mütləq olmalıdır. Baxaq. Gətirmədi, çünki adın uzunluğu 4-dən başlayır. 4-dən uzun olmalıdır. Amma məsələn, bundan sonra faiz yazsaq, bütün datanı bizə gətirəcək. Çünki minimal 4-dən başlayır. Mən də dedim ki, S-dən sonra mütləq 2 dənə hərf olsun. Ondan sonra olsa da olar, olmasa da olar. Və yaxud da mən bura 1, 2-dən 1, 2, 3, 4. 4 dənə hərf yazdım, bir dənə də S hərfli. Mütləq 5 hərf olmalıdır sözdə. 5 və 5-dən yuxarı. 5-ləri gətirir. Amma mən mütləq şəkildə 5 olsun, amma 5-dən yuxarı da ola bilər. Yəni 6 hərfli də ola bilər, tutalım. Onu demək istəyirəmsə, faizi burada qoyuram ki, mütləq 5 dənə olsun. Ondan sonra hərf varsa gətir, yoxsa gətirmə. Burada isə həm 5-ləri, həm 5-dən uzun uzunluqda olan adları bizə gətirəcək. Yəni əgər simvol bir dənə faiz isə bizə S-lə başlayan o simvoldan olan bütün datanı gətirməlidir. Yox, əgər konkret bir uzunluq istəyiriksə, konkret bir say istəyiriksə, o zaman altdan xətt simvolundan istifadə edərək bizə lazım olan formada gətirə bilərik. Bu məsəl üçün müxtəlif formada yazıla bilər. Məsələn, belə yaza bilərik.
Bu balaca olacaq da, içində A hərfi olan adları, yəni ortada mütləq A olsun, sağda solda nə hərfi olur olsun. Yəni müxtəlif formada yaza bilərik. Həm faizi, həm altdan xətt simvolunu eyni anda istifadə edə bilərik. Bir də dataların yazılışında biz indi burada təmiz datadır. Böyük hərflə ad başlayır. Bəzən olur ki, datada böyük, kiçik hərf qarşılıqlı çox olur. O zaman belə istifadə olunur ki, tutalım, əgər mən burada tutalım kiçik S yazıram, amma əslində böyüklə başlamalıdır. Bura bir dənə upper funksiyası yazıram. Burada böyük S yazıram, çünki upper böyütmək üçün istifadə olunur. Bütün datalar bizə gətirdi və yaxud da burada lower yazıram. Tamam ki, funksiyanın adı da kiçilsin. Əgər burada kiçik yazıramsa, adları birinci hamısını kiçildir, kiçik hərfə gətirir. Ondan sonra adın içində kiçik S-lə başlayanları bizə tapıb gətirir. Yəni upper lower funksiyasından da istifadə edə bilərik. Burada yəni bütün adlar gəlir, çünki biz bir növ arxa tərəfdə bütün adları kiçiltmişik, onu kiçik S-lə əvəz eləmişik. Çünki ASCII kodunda kiçik S-lə böyük S-in kodları fərqlidir. Yəni o datanı gətirə bilməz. Yəni əgər adın tapılmasında və sair problem varsa, upper lower funksiyasından istifadə edərək daha rahat formada məlumatları tapmaq olar. Bugünlük dərsimiz bu qədərdir. Hər hansı bir sual olsa, kommentə yaza bilərsiniz.